Hamıya salamlar aziz dostlar. Bugün Car Simulator 2'ye devam edirik. Car Simulator 2'də bugün yeni bir maşın almağa gedəcəyik. Demişdim ki, yani yeni güncələmə gələn hansı maşını alam dedim. Məndən istədilər ki, Abbas ağa istədi ki, məndən Abbas ağa mənə demişdi ki, Everest olan Toyota Tacomanı al. Birisi dedi ki, silah al. Bunu alım yoxsa pick-up'ı? Yəni fikirləşdim də mən Mercedes'i alım deyirəm hər şey. Yəni Mercedes'i alım. Daha sonra üstündə də istəsəm pick-up alaram ya da pick-up'ı mı alsam? Ya da dostlar, mən pick-up almağa gedirəm. Pick-up alım. Mercedes'i daha sonra inşallah alacaq. İnşallah ablanı gedək indi. Bu yönlər qarışdı da, yəni bu beləsinə getmək yox. Yönlər qarışdı. Bu bir dəqiqə tutalım yəni şöyle. Adara girdim yenə getdi, nə oldu? Ama navigasyonla biraz ev navigasyon bir oldu. İşareler de biraz. Yeni maşinici alaq yox da fərolcu yolun testləri. Bu arada bu maşının tormozunu bilirsə o da bu maşının tormozu zəif. Tutmur yəni yaxşı. Səs çox mu artıq? Biraz dördə də gətirək. Yaxşıdır. Bu arada buranın girişini düzəltdilər. Vallahi buranın girişi düzəldi elə biraz ay değil mi? Vallahi buranın girişi düzəldi biraz. Elə altta buranın girişi düzəltdi. Buranın girişi düzəldi dostlar artıq görmüş olduğumuz kimi. Hər yer şırpa-şırpacıyım. Bir adam kimi sürüm görüm dayan görək. Yaxşı adam navigasyon gəlməsi qəşəng oldu. Yolumuzu da tanıya bilirik da. Qavama niyə çıxırsan? Adam qavama çıxır. Belə də iş olar. Ay səninə. Çıxmasana qavama. Niyə görə buradan gedirəm? Çünki ağlımızda bir şey var. Buralarda bir yerdə saxlanma yeri ola bilər hələ də. Onlara baxmağa çalışıram. Aha dayan. Səsə baxın səsə. Səsə diqqət baxın. Buralarda bir yerdə saxlanma yeri var. O da burada. Top olan parçalar 1-4 diye dön almamıştın qalanı. Mən Allah'ın qalanını dön almamıştım ki, bir dəqiqə. Almışdım ama nə saatda. Hala da öyleydi çünkü o. Bu maşının tormuz sisteminə nə deyim ha? Başladıq yenə. Maşın bir cürə gedir yenə. Bu maşının tormoz sistemi problemli. Ciddi anlamda deyəm. Bu nədir belə?
Bu nədir? Burada maşınlar var. Maşın özü odur. Avtomatik qalır. Çünki mən avtomatiği işarələmişdim də. Bu nədir belə? Bu nədir? İşlətmişəm. Orada nəsə biraz çox səs var. 5 dənə kornu işlətmişəm ha burada. Toplam 5 dənə. Hamısı da maşın olanda da 4 dənə də işlədərək onları bitər. 530 mini, bax bu maşın 530 minidir. Bunu yaxın ərəfələrdə alacaq. Mən o pikap almağa gedim. Orada Bentley var. O Bentley də yaxınlarda alacağam. Orada Bentley Fikui'dir. Bu arada yeni gələn maşınların adlarının yarısını bilmirdim. Deyim. Bu qırmızı olan Hyundai Santa Fe. 150 bin kriptoya satılır. Hyundai Santa Fe'dir bu maşının adı. Oynarsın yorumuna da yazmışdım. Bu maşın Hyundai Santa Fe. Bu da Mercedes GLS 450. Baxın da Mercedes GLS 450'dir bu. İçinə min açacaq. Mən Allah'ın içinə minmədim. Oo, içi çox qəşəngdir bunun ha. Vallahi bunun içi çox qəşəng şeydir vallahi. Bunun içi çox qəşəng. Bəyəndim bunun içini. Ha maşını aldım. Ağlımda qəşəng plan var. Bunu da online'a pul kasıb rahat bir şəkildə alacağımızı düşünürəm. Online'a açılmış kanal. Online'ı düzəltmədilər bunlar. Bunun için yətərdir yaxşı. Hyundai Santa Fe. Oo, bunun içi bomba da. Bomba da bunun içi. Bu yaşlı olan isə Lamborghini Terzo. Lamborghini Terzonu bilənlərimiz var. Oydu 360'dı hızı. Uf, hızı 360. Niye o kadar az? Yani 400 olmalı öyleydi bu. Nəsə. Bu da Bentley Fikui'dir. Yox, Bentley Fiku olması lazım idi. Online basmışam olma ihtiyacı var. Bu Bentley Fiku olmalıdır. Bu nəsə bir şey idi. 100 taslaqlı 299 hızı var. Bunun içinə min axşam Lamborghini içinə minmişdim də tabi olsa. Bunun içinə də minim. Opa, bu da bombalı. Bu da bomba kimi bir şeydir yani. Ay qapını açdıq orada. Açılsın. Çünki yaxında bunu da alacaq 100 taslağa fikrim var. Və alacağımız maşın bu. Bugün bunu alırıq. Ardından da sıx-sıx almağa davam edəcək. Pikap var burada. Bu arada bunun 2 dənə bagaj açma yeri var ha. Birisi burada məsələ. İki tərəfdən də aça bilirsən bagajı. Bu nədir? İçinə minək görək. Asil pikapdır ya. Toyota Tacoma'nın 306 mini aldıq. İlk maşını aldım. Qaraja təslim et. Ya da bunu başqa səfər edərək. Şimdi sür deyirəm mən. O, drifti də var bunun. Qəşəng. Qartları yandıraq görək. Ay, şu maşın üçün var. Multimedia ekranı falan yandı. Başqa nə alsam? Bunu... Oyda, böyük savurcan. Sikkeleri harca. Pul xəşədikcə... Pul buradan xəşədikcə 140 bin falan alacağım hələ. Bax da. Bax da deyirəm. Bu arada bu da yeni pul qazanma sistemidir deyək. Çox daha pullar qazana biləcək oyunda. O, nə qəşəng güncəlləmə olubdu bu. Nə qəşəng güncəlləmə olubdu bu. İndi baxaq görək. Top speed testi ilə başlayaq. Səsi nətərdir, səsi? Size bir dənə baxaq. Yəni qəşəng. Qəşəng yəni səsi çox sevdim. Tasvir test ilə başlayaq da, indi mən bir dənə başlayayım, yox, nə tər oldu? Buradan basaq çox şey arayacaq. $183. Ola vallahi 183'tü bununuza, hə? O kadar mı basır?
Yenə buralarda bir aranma səviyyəsi falan olacaq, yəni axtarma. Yox, buralarda heç nə yoxdur. Maalesef ki. İndi front testlərə baxacağıq. Front test eləyirik indi. Şu işə baxıyor. Tövbe estağfurullah, onu görmədim ki, ala maşın. Maşın çox hündürdü. Qabağımdakini görənmədim. Ya da maşın mı hündürdü, yoxsa mən mi görənmədim adamı? Anlayamadım vallahi. O kadar başım karıştı ki. Buranın girişi de dediyim kimi düzəldi. Yəni bu da qəşəng oldu məncə. Bura işıq for da qoyuldu. Ya da var idi ya dəfə o işıq for orada. Orasını da bilmirəm artıq. Aha dayan. Saklanma yeri. Orada gördüm. Gedirəm onu almağa. Al 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 al. Toplanan parçalar birdə. Nə də 1.4 yazır ki da. Almamışdım ki. Neyim mən də. Fren testi nöqtəsinə doğru gedirik. Aha dayan, yenə. Hardadır? Buralarda bir yerdən çıxar. Burada qəşəng, bunu da aldıq. 2 ilə 4 parça qəşəng. Allah gələk, afərin. Yenə çıxıcı yardansa. Fren testi nöqtəsinə doğru gedirik bundan. Tormuz testi. Donma. O qalerinin yaxınacağındakı donmaya da əsəb oldum da. Yeni güncələmə də gəldi, onu düzəltmədilər. Dur, polis maşını. Kaç 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 kaç. Kaç kaç. Ayıplardan çıktı şimdi polis. Kaç 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 kaç, polis gəlir, Allah'ım kaç. Şimdi olar değil, işte burada çünkü çok ağaç var. Qoruyar başa bize. Ama dayan. Ne olar, kaç. Hamısı o donmaların əlindən, o donur ki, oyun çox donur bu qalerilərin yanına gələndə. Vallahi o işə sab oldum ha mən. Ta bu ağacı mən eləyəcəm. Mən eləyəcəm Allah. Mən eləyəcəm. Tez. Olmaz əblə. Ne olar bu qalerilərin yanına çatanda bombalar düzəltsin, lap mənə o işə səb eləməyə başladı. Ne olar düzəltsin o. Hələ Allah bir maşın aldı.
Ha bura cəhətdir. Bana bu tarafta yok. Ha, ne olar abi düzeltsinler, ne olar abını. Abi qaydaların yanına çatanda donma işini düzeltsinler, ne olar asab olurum o işe. Polis geldi tuttu. Yeni maşını alır almaz polisler tutasıydı azıcık. Bana imkan vermedim buna. Yoksa ona donma. Problem büyük. Donma da. Bayaq deyil o polis mənə dalımca düşdü. Görsən bax. Haddindən artıq yaman donur. Amma bu 2 dəqiqə qalxmırdı. Nəysə mən basacağım yenə də tutub frənə. Hatam güya mən də bağla trafiği. Bağla bu trafiği imkan verməyəcək. Bu gün heç şuna test edəmədim amma nədir? Bir not mən başım çıxmır. Bir not da bu oyuna. Sürekli her yere çırpırıq, çox qəribə şeyler baş verir. Ben anlayamadım valla bu oyunu, anlayamıram ama çəkkidə da donma risk olarak özünü artırıttı bu oyun. Gic her yere çırpırıq, her yere asab oluram, iki tane bir çırpa bile olmaz. Gene polis. Narım mən. Başlayacağım bu polise dedim. İmkan vermirik. İmkan vermir. Valla bu polis imkan vermir. Bir taraftan polis, bir taraftan da yaya çeşitli maşınlar. Heç imkan vermir bu imza fren test elətdirməyə, nə hatta. Yine bak burada polis olacaq. Bana nə dedim? Bastım frənə. Ama ağacı saymıram çünkü bu ağaç buradadır. Ben bu ağacı saymıram ama bu ikisinin arasında yani içinde dayanabildi. O ağaçla, oradaki ağaçla bundan sonra bu ağacı sayıram. Bu ikisinin yanına qəşəng dayanabildi ama burada bu ağaç olduğuna göre yani fren testi qəşəngdir deyirəm ki mənada. Oh bir dənə fren testi eləyənmədim, gördün? Donma gördünüz orada. Demeye bile ihtiyacı yok. Yaman donur. Yetmiş üç faiz telefona ki vaxtımız bomba kimi bir vaxtdır. Bir de bu da düzəlsə qəşəng olar. Nə sizcə? Məsələn baba da bizi saxlayıcı olsa. Yəni düzəlmək istəyən şey biz olsun yəni dostlar. Her şey bizi saxlayır bu oyunda. Her şey. Demirdi, dubadı, yaya çeşitləridir. Her şey bizi saxlayır niyəsə bir gün. Her şey. Saxlayır məni bir gün her şey. Ancaq bu driftinə təbi görəcək indi. Her şey saxlayır ya bu oyunda bizi. 100'den 200'den GM maşını bir dənə adam öncə saxlaya bilməyən maşın çıxmır. Car parkingdə bəlkə belə bir şey yoxdur heç.
Hani o bunun drifti çok qəşəngdir ha. 18.000 dənədir. Artırdıq əməlli. Sonunda 20.518. Reklamlar gəldi. Reklamdan sonra piyas deyək. Öyle bir şey lazım değil bize. Bugün bir dənə tormuz test eləyənmədimi? Çünki bir tərəfdən polis, bir tərəfdən maşınlar, hər şey bizim bu gün halımızı qarışdırdı qoydu. Dayanıqlığı da eləyək ki, yavaşca görək nətərdir. Yəni bu maşın 188 ilə gedir. Bu yəni 188 demək, 183 ilə gedir bu. Qabaqdakı incə ötə biləm, qabaqdakı bastı getdi deməlidir. Bu da bir sürüşsün. Qəşəng bunu sürüşdürdük. İncə qabaqdakı ötə bilirik. Məni itəliysən. Adam kimi yarışında da, zaysız adam kimi yarışındadır. Görsəm qavama çıxır, durduq yerə. Qabaqdakı bastı get, mən qabaqdakı ilə çıxmağım biraz zor kimi gəlir. Qabaqdakı bastı getdi. Yarışını bəyənmədim, yəni yaxşı yarışmadı. Əlbəttə ki 183-dən G, 183-dən G maşının yarışda tutması çətindir. Görmüş olduğunuz kimi, yəni 70% telefonumuz. Ataq buradan.
Bu gün belə bir şey deyim, bu maşını aldım, başıma gəlməyən qalmadı. Nə tormuz test eləyə bildim, nə normal iş eləyə bildim. Yəni o dəqiqədə o donmalar olur. Qayadan yanaş atanda donma baş verdi. Dalımca polis düşdü. Fren test eləyəmədim. Bu maşını aldım, başıma gəlməyən qalmadı bu gün. Görmüş olduğunuz kimi. İnşallah videonu bəyəndiniz. Yəni yaxınlarda da yeni gələn tapşırıqları da eləyəcəm bu arada inşallah. Onlara da sabahda birisinin şunda da sağ ev alarıq. 7 iyulda alacağım o evi də. Narahat olmayın. Bu günlük məndən bu qədər. Salın salamat qalın. Görüşənədək dostlar.